Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Xoş gördük sizin hər birinizi, mənim əzizlərim. Çıxış yolu proqramı yenə efirdədir. Və hər dəfə mən Berdavid mərkəzi haqqında danışanda sizə sadəcə olaraq faktları söyləyirəm. Откуда вы приехали? Я приехала из Турции, город Измир. Сыну 5 лет, атипичный аутизм. Aha, demək İzmir şəhərindən, Türkiyədən, qardaş Türkiyədən gəlib, bu Ukrayinkada. Я сама украинка. Aha, xanım özü Ukraynalıdır, həyat yoldaşı Türkdür və onların övladını... Сын моей сестры, он лечился в Ясефе, в центре Давид Берг. Расскажите об этом. Bacımın övladı söylüyor ki, Yosefa xanımın yanında müalicə almışdı. Когда это было? Ребенку было 3 года. Uşağın 3 yaşı vardı. Тяжелый аутизм, ребенок не говорил. Çox ağır vəziyyətdə idi, ağır autizm idi. Ümumiyyətlə uşaq danışmırdı. Он боялся детей, боялся людей. Когда кто-то приходил в дом, он под стол залазил и там сидел. Uşaqlardan qorxurdu, böyük deyək ki, adamlardan qorxurdu. Yəni evə bir adam gələndə o mütləq masanın altına girirmiş. Yəni adamlarla ünsiyyətdən qaçırmış. Также был ужасный сон. Ночью через каждые 30-40 минут ребенок просыпался и час-два не спал ночью, это каждую ночь. Və hər gecə onlar yuxu ilə bağlı çox böyük bir problem yaşayırmışlar. Uşaq deyək ki, yatırmışsa, əgər bir 30-40 dəqiqədən sonra mütləq şəkildə ayılırmış, qışqırırmış və artıq bir 2 saat yuxuya keçə bilmirmiş və bu hər gecə davam edirmiş. На данный момент ребенку 7 лет. Прошло 5 лет с момента лечения. Ребенку 7 лет. İndi uşağın 7 yaşı var və müalicədən artıq 5 il keçib. Ребенок ничем не отличается от обычных детей. Ходит в школу. Normal uşaqlardan heç nə ilə seçilmir. Baxın, əziz tamaşaçılar, bunu mən demirəm. Bunu Türkiyədən, İzmir şəhərindən gələn və Ukraynalı bir xanım danışır və bacısının uşağı haqqında danışır. Aha, продолжайте. Прекрасно говорит, рисует, как обычный ребенок. Ходит в 1 класс, ничем не отличается. Математика у него лучше всех в классе. То есть обычный ребенок. Normal uşaq kimi məktəbə gedir, rəsm çəkir, riyaziyyatdan çox gözəl, yəni normal uşaqlardan seçilməyən bir uşaq kimi artıq 1-ci sinifə, ходит в 1 klassda, 1-ci sinifə gedir normal şəkildə və Yosefa xanımın yanında Berdavid mərkəzində müalicə alıb. 5 il bundan öncə İsraildə. Они были в Израиле, да, 5 лет назад. Deməli, 5 il bundan öncə İsraildə Berdavid mərkəzində David Eyxelin və Yosefa Eyxelin müalicəsini alıb. И о вашем сыне говорите. Прошло 5 лет, с ребенком все хорошо, с ребенком сестры. На данный момент я приехала сюда, в Баку, на лечение к Ясефе. У меня сын, диагноз атипичный аутизм. Мы очень много чего... Логопеды, все мы пробовали, нам доктора сказали, ждите, он заговорит, у него аутизма нету. А сейчас уже, когда ребенок большой, они говорят аутизм и ничего не поможет. И мы приехали на лечение. Deməli, mənim övladımın 5 yaşı var, bacımın övladının Berdavid mərkəzində yəni sağaldığını belə deyim də, bu autizm əlamətləri tamamilə sıfıra endirdikdən sonra mən belə qərara gəldim ki, Bakıya gəlim və mənim oğluma həkimlər söylüyordilər ki, onun belə bir problemi yoxdur, düz o danışmırdı. Bugün də danışmır, 5 yaşı var, danışmırdı, amma deyirdilər ki, danışacaq. Amma vaxt keçdikcə gördük ki, heç bir müsbət nəticə ala bilmirik və nəhayət ki, biz Bakıya gəlmişik sırf Yosefa xanımın müalicəsi üçün. Еще я очень хотела бы дополнить, что когда моя сестра была в Израиле, ребенку было 3 года, ребенок кушал, вот пил молоко и все только с бутылочки. И уже... Demək, mənim bacım söyləyir ki, İsraildə müalicəyə getməmişdən öncə 3 yaşı vardı da, dedi, hə? Uşağın 3 yaşı vardı və 3 yaşına qədər uşaq yalnız yeməyi şüşə butulkadan, yəni maye şəklində qəbul edirdi, yəni başqa bir şey yemirdi. Он только пил молоко, да? Ancaq süd içirmiş uşaq. Я хочу сказать, что сын сестры в 3 года он не пил с чашки. И когда они поехали в Израиль, уже в первую неделю лечения ребенок начал хорошо спать
и взял чашку, из чашки пил там молоко, чай. Вот в первую неделю лечения... Deməli, uşağın 3 yaşı varmış İsrailə gedəndə, birinci müalicələrini almaq üçün Berdavit mərkəzinə gedəndə və ora gedəndə uşaq ümumiyyətlə stəkandan, fincandan heç bir, yəni qurtumla heç nə içmirmiş. Yalnız şüşə butulkadan istifadə edilmiş və müalicənin, terapiyanın birinci həftəsindən artıq uşaq çaşka nə idi? Fincandan artıq stəkandan normal şəkildə içməyə başlayıb. Bilirsiniz, bunlar hamısı faktdır, əziz tamaşaçılarımız. Bəlkə də mənim özüm də bəlkə düşünəndə fikirləşirəm ki, Zaur müəllim, necə ola bilər ki, 3 yaşı var uşağın butulkadan içir və bir həftədən sonra, bu terapiyanın bir həftəsindən sonra necə bu başladı fincandan içməyə? Amma bunlar, bu faktları danışan insanlardır və orada müalicə alan insanlardır. Сейчас такой вопрос вот у меня. Mənim sizə belə bir sualım var. У племянника этой женщины сейчас он нормальный, как все ребенки, ходит в школу, рисует, в математике там. Hər şey normal şəkildədir. Отличник. Вот если такое сейчас, как сказать, может быть, эта проблема вернется обратно. Ki bu uşaqda indi hər şey normala gəldikdən sonra ola bilərmi bir müddətdən sonra, hansısa bir stressdən sonra yenidən geri qayda? Не вернется, да? Да, но как бы могут быть другие заболевания, которые тоже могут повредить Yox, центральную bu нервную problem o систему. uşaqda Но это geri у кого qayıtmayacaq. угодно может быть. Ola bilər ki, başqa bir hansısa xəstəliklə bağlı problemlər yaransın, amma sırf bu problem geri От этого qayıtmayacaq. кое-что аутизм полностью лечится, да? Demək ki, bu problemlə bütünlükdə tez studiyamızı tərk etsin. Продолжайте, пожалуйста. И вы сейчас в Баку. И когда приехали сюда? Мы сейчас в Баку, мы ходим на лечение уже неделю. Aha, bir həftədir Bakıdadılar, əziz tamaşaçılarımız. Aha. И мы надеемся на результат такой же, как у моей сестры. У сестры ребенок был очень тяжелый. Ребенок избирательность в еде, не было глазного контакта, не было указательного жеста. Ребенок вообще не говорил, сейчас ребенок полностью норма. Bacımın uşağında autizmin çox ağır, belə deyim, simptomları var idi. Ümumiyyətlə danışmırdı, gecə yuxu problemi var idi. Bir sözlə autizm əlamətlərinin hər birini özündə daşıyan bir uşaq olub və uşaq indi normal şəkildə artıq məktəbə gedir. У моего ребенка, сына, такая же ситуация. Ребенок на данный момент 5 лет, ребенок не Oğlumun говорит 5 yaşı var, вообще. oğlumda da eyni simptomlar var. Aha. Ребенок не говорит, нету Oğlum danışmır. Нету глазного контакта, нету указательного жеста, он ужасно себя ведет, ему что-то там запретить, у него есть агрессия. Onu nəyisə, əgər ona vermirsənsə, istədiklərini etmirsənsə, artıq onda aqressiya yaranır. Можете видеть на мне, вот сегодня поцарапал здесь, поцарапал Aha, здесь. artıq deyir, поцарапал. baxın görürsünüz mənim deyir üzümdə və əlimdə belə deyim də cırmaq yerləri var ki, artıq bu günləri o belə deyim o aqressiyasını bax beləcə mənim üzərimdə Ужасно göstərib. себя ведет, например, Özünü normal aparmır, yaxşı aparmır. в метро, в автобусе, он хочет выйти, он лежит возле выхода. Aha. Вот, и поэтому он Məsəl себя üçün так ведет. metroda, avtobusda özünü normal şəkildə apara bilmir. Yəni adətən bu autizm spektrli uşaqların valideynləri şəhər nəqliyyatında çox böyük narahatçılıq yaşayırlar. Ребенку 5 лет, но ребенок за 5 лет он жидкое не кушал, он супа, например, не кушал никогда. Он Və ест ümumiyyətlə только 5 все ildir heç vaxt belə deyək də sup yeməyib, yəni sulu yeməklər, duru yeməklər ümumiyyətlə yeməyib. А что он кушает? Он кушает Что хлебобулочные изделия, Bulçunu. хлебобулочные изделия, хлеб, Xəmir məlumatları. Aha, çörək məmulatları sevir. огурцы, яблоки, все виды орехов, Aha, un морковь. məmulatlarını daha çox Морковь. sevir. Вот и все. И мы надеемся на результат такой же, как у моей сестры.